Salam hörmətli futbol azərkeşləri. Misli Premyer Liqasının 25-ci turun oyunlarında mübahisəli epizodların təhlili üçün qarşınızdayım. Şamaxının futbolçusu Araz Naxçıvanın cərmə meydanında rəqiblə mübarizədən sonra yerdə qalır. Hakim bu mübarizəyə davam işarəsi verir. VAR epizodu yoxlayır və müəyyən edir ki, Şamaxının oyunçusu yüngül təmasdan yararlanaraq özünü yerə atır. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Şamaxının futbolçusu topa çatmayacağını hiss edərək özünü yerə atır. Hakim davam işarəsi verir. VAR epizodu fərqli video rakurslarla izləyir və Şamaxının oyunçusuna qarşı rəqib tərəfindən heç bir qayda pozuntusu olmadığını aşkarlayır. Buna görə də meydandakı qərar təsdiqlənir. Karvan-Yevlaxın futbolçusu rəqibin qapıçısı ilə top uğrunda mübarizəyə qoşulur və bu mübarizənin yekununda yerdə qalır. Hakim davam işarəsi verir. VAR rəqibi aşkar qoldan məhrum etmə şübhəsi ilə mümkün qırmızı vərəqə epizodunu yoxlayır və müəyyən edir ki, Zirənin qapıçısının sürüşmə fəndi top istiqamətindədir və o topa təmas edir. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Top Zirənin futbolçusunun tam nəzarətində olarkən Karvan-Yevlaxın oyuncusu onun ayağına ehtiyatsız zərbə endirir və komandası hücuma keçərək qol vurur. Hakim qolu qeydə alır. VAR epizodu yoxlayır və aşkar edir ki, Karvan-Yevlaxın futbolçusu topa yiyələnməmişdən əvvəl rəqibə qarşı qaydanı pozur. Bu qayda pozuntusu səbəbindən VAR hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra düzgün olaraq qolu qeydə almır. Sabahın futbolçusu rəqiblə top uğrunda mübarizədən sonra yerdə qalır. Hakim oyunu saxlayaraq Sabahın oyunçusunu simulyasiya səbəbindən sarı vərəqə ilə cəzalandırır. VAR epizodu yoxlayır və aşkar edir ki, Sabahın oyunçusu rəqiblə özü fiziki təmas yaradaraq qeyri-qanuni yolla penalti qazanmaq istəyir. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Neftçinin futbolçusu rəqibin qapı istiqamətində topla hərəkət edir və rəqiblə təmasdan sonra yerdə qalır. Hakim oyunu davam etdirir. VAR rəqibi aşkar qoldan məhrum etmə şübhəsi ilə mümkün qırmızı vərəqə epizodunu yoxlayır və aşkar edir ki, Neftçinin futbolçusu müvazinətini itirdikdən sonra ayağını havada saxlayaraq rəqiblə təmas yaradır. Bu təmas qaçılmaz olduğundan qayda pozuntusu kimi dəyərləndirilə bilməz. Buna görə də VAR meydandakı qərarı təsdiqləyir. Turantovuz rəqibin qapısına qol vurur. Hakim qolu qeydə alır. VAR mümkün oyundan kənar vəziyyəti və hücum zamanı qayda pozuntusunu yoxlayır. İlkin olaraq oyundan kənar vəziyyət yoxlanılır və aşkar edilir ki, Turantovuzun futbolçusu doğru mövqeydədir. Həmçinin hücumda olan oyunçunun topu oynayaraq ona yiyələndiyi və doğru vəziyyətdən qolu rəqibin qapısına vurduğu müəyyən edilir. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Turantovuzun oyunçusu topu çiyni ilə ram edir və hücuma yiyələnir. Hücumun sonluğu rəqibin qapısına qol vurmaqla yekunlaşır. Hakim qolu qeydə alır. VAR qoldan öncə mümkün əllə oyunu yoxlayır və oyunçunun topu çiyni ilə ram etdiyini aşkarlayır. Çiyni ilə oyun qayda pozuntusu olmadığından VAR meydandakı qərarı təsdiq edir. Top Turantovuzun futbolçusunun əlinə dəyir. Hakim oyunu davam etdirir. VAR epizodu yoxlayır və aşkar edir ki, top oyunçunun əlinə qısa məsafədən toxunur və aşağıdan yuxarı istiqamətlənir. Oyunçunun əlini yığışdırmağa imkanı olmadığından bu təmas gözlənilməz top kimi dəyərləndirilir. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Hörmətli izləyicilər, İlk dəfə sizə VAR-ın görüntülərini təqdim edirik. Siz bu görüntülərdə hakimlərin epizodları necə peşəkar səviyyədə təhlil etdiklərinin şahidi olacaqsınız. Top oynadı, sonra dəydi. Düzdür. Reverse. Baxıram. Ha. Bir də mane olmasın mənə. Okay. Sonra dəydi. Reverse. Topu dəyir.
Topu döyməyə Dəydi deyəsən. Axırda ver, bir əvvəldə ayağa. dəydi. Ayağa. Ben deli Topu gördüm. dəydi. Topu dəydi. Ver, topu döyməyə. Dəydi deyəsən. Topa Axırda deyir. bir əvvəldə dəydi. Ay, burada deyir. Hələ. Burada dəydi. Bir də ver, Emil. Bir də ver, bir də ver, bir də ver, bir də ver. Topa deyir. Aha, topa deyir. Ay, burada deyir. Hələ. Dəydi burada. Bir də ver, Emil. Bir də ver, bir də ver, bir də ver. Deyir, bəli, bəli, deyir. Topa dəydi sonra. Baxıram. Ver. Baba burada tayt balaca toxunuş var ha bu topa bax. Ay yaşa. Ver. Hakimlər Komitəsinin bu epizoda şərhi belədir. Oyunçu topa toxunduqdan sonra rəqibin ayağına ehtiyatsız toxunarsa, qayda pozuntusu kimi dəyərləndirilmir. Yalnız o halda qayda pozuntusu qeydə alınır ki, oyunçu topa toxunduqdan sonra rəqibinə qarşı düşüncəsiz tərzdə zərbə endirər.